Mən şəhid olmaqdan qorxmuram. Niyə də qorxum ki? Şəhid olsam əbədi yaşayacağam. Şəhid olandan sonra tək valideynlərimin yox, xalqın övladı olacağam. Şəhid olandan sonra yeni doğulan uşaqlara mənim adımı qoyacaqlar. Şəhid olandan sonra məktəblərdə uşaqlara mənim qəhrəmanlıqlarımdan danışacaqlar. Bundan yaxşı nə ola bilər ki? Deyə şəhid Rəhimov Təbriz Rəsuloğlu deyərmiş. Təbriz 1990-cı il avqust ayının 11-də Yevlax rayonunun Gülövşə kəndində anadan olmuşdur. Uşaqlığından anadan olduğu, boya-başa çatdığı kənddə hər kəs tərəfindən sevilən Təbriz, hələ kiçik yaşlarından vətən sevgisi nə deməkdir başa düşürdü. Yevlax rayonunun Gülövşə kənd orta məktəbində təhsil alan Təbriz, təhsil müddətində tez-tez müəllimlərinə vətənpərvərlik haqqında suallar verər, vətənpərvərlik mövzusunda yazılan kitablar oxuyarmış. İkinci Qarabağ müharibəsinin ilk günlərindən silaha sarılan Təbriz, cəsarəti, qorxmazlığı ilə hər kəsi heyran qoyur. Cəbhənin müxtəlif istiqamətlərində vuruşan igidimiz düşmənə qan utdurur, çoxsaylı canlı qüvvəsini məhv edir. Müharibədən sonra sərhəd qoşunlarında xüsusi təyinat bölüyünün kəşfiyyat, mina axtaran bölməsində baş çavuş olaraq çalışan Təbriz, müharibə bitsə də ayıq-sayıq olmalı olduğunu anlayır. O, düşmənin hər an xaincəsinə hücum edə biləcəyini başa düşürdü. Təbriz sentyabrın 13-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən geniş miqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalır. Ölümündən sonra Vətən uğrunda medalı və Azərbaycan bayrağı ordeni ilə təltif olunur. Şəhid Rəhimov Təbriz Rəsuloğlu Yevlax rayonunun Gülövşə kənd qəbirstanlığında dəfn edilir.